Salam, mən Kənan Məstəliyev, İdman Jurnalisti Rekorda saytın baş redaktoruyam. Siz isə 11 adamdasınız. Hamımız futbolu sevirik. Futbola həmişə televizordan baxdığımız, meydançada oynadığımız, yəni bu mübtəlası olduğumuz oyunu əslində klassik formasını ingilislər fikirləşiblər. Ona qədər təbii ki, araşdırmaçılar deyirlər ki, o başqa yerlərdə də yanılılıbdır, müxtəlif yerlər çəkirlər, amma bizim klassik futbol, indi gördüyümüz futbolu ingilislər 19-cu əsrin ortalarından başlayaraq başladıblar və dünyaya yaymağa başlayıblar. Top da bütün dünyanı gəzərək hər bir müxtəlif ölkələr müxtəlif vaxtlarda gəlib çatıbdır. Maraqlıdır, o top bizim ölkəmizə nə vaxt gəlib çatıb və o topun Azərbaycana gəlişindən sonra topun bugünə qədər olan səyahəti zamanı nələr baş verib. Bugün verilişimizdə Azərbaycan futbolunun tarixi barədə danışacağıq. Qonağımız isə araşdırmacı jurnalist Rasim Mövsümzadədir. Rasim bəy, xoş gəlmisiniz. Mən də sizi salamlayıram. Salam. Təşəkkür edirəm bir daha dəvətimi qəbul edib gəldiyinizə görə. Elə birinci sualdan başlayaq. Azərbaycana futbol topu belə deyək, nə vaxt gəlib, onu kimlər gətiriblər? Azərbaycanda futbol nə vaxtdan başlayıbdı oynanmağa? Əvvəlcə onu qeyd edeyim ki, futbolun yaranması 1863-cü ildən hesablanır. İngiltərədə, Londonda İngiltərə klubları yığışaraq futbolun qaydalarını müəyyənləşdiriblər, təsdiqləyiblər. Yəni o vaxtdan başlayaraq futbolun yaranma ili hesab olunur 1863-cü il. Təbii ki, futbolun Azərbaycana gəlib çıxması bir qədər gec olub. Bu da bağlıdır Azərbaycanda neft bumunun başlaması ilə 19-cu əsrin sonlarında artıq təbii ki, neft mədənlərinin sayı çoxaldıqca xaricdən mütəxəssislər gəlirdi. Ən çox da maraq var idi Azərbaycan neftinə. Onsuz da Azərbaycan Çar Rusiyasının bir tərkibində idi. Rusiya və Britaniyadan mütəxəssislər ümumiyyətlə işləməyə, burada yaşamağa, o cümlədən də qonşu ölkələrdən, qonşu regionlardan belə deyək. O vaxtdan elə onlar işdən əlavə də onların əyləncəsi, ən gözəl əyləncə nə ola bilər? Futbol. Bakıda da indiki kimi deyildi də, binalar yox, boşluq nə qədər istəyirsən boşluq var. Yəni oynayırdılar özləri üçün futbol. 19-cu əsrin axırı, 20-ci əsrin əvvəllərində futbol oynamağa başlanıb Azərbaycanda. Misal üçün sizə deyim, 19-cu əsrin axırlarında Bakının əhalisi 112 min əhali var idi. Artıq 20-ci əsrin əvvəllərində isə artıq bu rəqəm ətrafına bir yerdə 200 minə qədər 2 dəfə artmışdı. Bəli, 2 dəfə artıq. Yəni ki, əhali gəlirdi, qıraqdan da çox əhali gəlirdi. Amma belə götürülür Azərbaycanda futbolun yaranma ili 1911-ci il, hətta 2011-ci ildə futbolun 100 illiyi də qeyd olundu. O da niyə görə 1911-ci il? O vaxt ilk, yəni mütəmadi yarışlar keçirilməyə başlayıb da o ildən, o səbəbdən. Amma təbii ki, futbol ondan daha əvvəl də oynanılırdı. Yəni ki, yığışırdılar ingilislər, başqa millətlər, yəni öz aralarında oynayırdılar. Yəni bir dənə də versiya var ki, 1911-ci il öz yerində, Bakı öz yerində, amma Tovuz tərəflərdə də, yəni almanların gəlib orada o məskunlaşdığı dövrdə də o təxminən paralel vaxtlarda da orada da futbolun inkişafı barədə məlumatlar var idi. Yəni təbii ki, orada Alman icmaları olub, Tovuz tərəfdə, sonra Göygöl tərəfdə, Şəmkir tərəfdə. Təbii ki, onlar belə deyək də öz aralarında oynayırdılar. Çünki Azərbaycanlılar o vaxt elə futbola maraq göstərmirdilər. Bunun müəyyən səbəbləri də var, o mövzuya da qayıda bilərik. Bu almanlarla bağlı hadisələri qabaqlayıb, misal üçün deyə bilərəm ki, bu faktı yəni inanıram ki, heç kim bəlkə də bilmir. 30-cu illərin axırlarında kənd futbolçularının ümumi yarışlarında, Qızıl Sümbül yarışlarında Azərbaycanı Şəmkir komandası təmsil edib və orada da Almanların kolxozunun komandası, yəni Almanlar oynayıblar. Yəni Azərbaycanı təmsil ediblər. Yəni belə bir fakt da var 30-cu illərin axırında.
Ucuz aviabilet hansı günə var? Sualını tez-tez verirsinizsə, aybilet.az-a daxil olub təqvim bölümünə keçid alın. Uçmaq istədiyiniz şəhəri daxil edin. Bu cədvəl sayəsində ən ucuz biletin hansı ayda və ayın neçəsi olduğunu öyrənə bilərsiniz. Əgər çətinlik çəksəz, saytın sağ tərəfindəki video təlimatdan faydalana və ya WhatsApp-dan dəstək ala bilərsiniz. aybilet.az. Səyahət bizimlə başlar. 30-cu illər öz yerində, amma onda belə başa düşürəm ki, Tovuz futbolunun tarixi 19-cu əsrin sonlarına gedib çıxmır da. Yəni o rəsmi yox. Yəni təbii ki, orada köçən almanlar, yəni təbii ki, öz aralarında oynayırdılar. Məsəl üçün Almaniya ilə bağlı belə bir fakt da var, deyim sizə. Həsən bəy Zərdabi, onun oğlu Midhət Məlikov əsrin əvvəlində, 20-ci əsrin əvvəlində Almaniyada təhsil alıb, mühəndislik təhsili. Təsəvvür edin, o qayıdandan sonra orada Almaniyada futbola necə vurulursa, necə sevirsə, qayıdandan sonra da yəni istəyirdi ki, burada da futbol komandaları olsun, Azərbaycanlılar da oynasın. Yəni o futbol dəhşət sevirmiş. Amma Azərbaycanlıları bu idman növünə yəni maraq yaratmaq bir qədər çətin idi. Yəni bizim o vaxt necə deyim, sevimli idman növümüz nərd idi, nə bilim, qəlyan çəkmək idi. Və yaxud da ki, güləş və yaxud da ki, digər idman növləri hansı ki, biraz müsəlmanları o şort geyinib meydana çıxarmaq da biraz çətin məsələ idi o dövrdə. Ona görə mentalitet məsələsi var. Biraz o məsələlər var idi. Ona görə o öz istəyinə çata bilməyib. Amma belə deyək, məsələn 19-cu əsrin sonlarında deyirik. Yəni məsələn onda belə başa düşürəm ki, ingilislər, almanlar və kimlər ki, məsələn burada Bakı ətrafında daha çox da yerli məskunlaşmışdılar. Onlar ən azından öz aralarında oynayırdılar. Azərbaycanlıları ora bu komandalara götürməməklərinin səbəbi mentalitet ola bilər öz yerində, amma başqa səbəblər də olmalıdır. Yəni bəlkə də istəməyiblər komanda qurmaq. Məsələn məndə bir dənə məlumatım var ki, orada neft magnatlarımızdan Əlibaxış Qədimov adında bir neft magnatlarımızdan biri, Mer Kampan deyə adını deyirlər. Kampan soyadı var idi, belə deyək də ləqəbi var idi. Mer deyirlər ona, Mer Kampan. Onun ingilis, o təbii ki, neft maqnatısı, neft işi ilə məşğulsa, onun həmən o ingilislərlə və yaxud da ki, digərlərlə bir əlaqələri var idi, münasibətləri var idi. Amma soyuq yanaşırdı və ingilislər ondan soruşublar ki, sən niyə belə soyuq yanaşırsan? Biz işimizi davam elətdirək dedi ki, siz ingilislər olaraq bizə yuxarıdan aşağı baxırsınız. Dedi ki, niyə elə düşünürsən? Deyirsin, bir oyunumuz var. Ayaqla oyuncusu, futbol deyə bir oyun var da, oyuncusu. Amma bizi Azərbaycanlıları ora eləmirsiniz, dəvət eləmirsiniz. Bizi də dəvət edin, bizim Azərbaycanlılar da ora dəvət edin, o oyunda biz də oynaya bilərik. Onu da dəvət eləyin, bizim də bir komandamız olsun, biz də oynayaq. Onlar deyirlər ki, problem yoxdur. Biz hazırıq. Bir komanda yığın, gəlin başlayın oynamağa. Biz hazırıq. Biz təcrübəmizi də bölüşə bilərik və məndə olan məlumata görə o da tez bir zamanda, o da Balaxanıda mən o vaxt neft bombu da elə oralarda, yəni ən əsas oradan o zonada neft çıxarılırdı daha çox. Yəni orada yerli cəmaatdan, fəhlələrdən və yaxud da bir də təxminən 20 nəfərlik bir heyət yığaraq onlardan bir komanda düzəltmişdi və Balaxanı Futbolçular Dərnəyinin elə həmən yaradılması səbəbkarı Əlibaxış Qədimov olub və o bir komanda qurubdur. Əsl Azərbaycanlı komandası, ilk Azərbaycan komandası elə deyəsən 1911-ci ilə gəlib çıxır. 1911-ci ildə Balaxanı Futbolçular Dərnəyi adı altında komanda yaradır və ingilislərlə oyuna qoşur, turnirə qoşulurlar. Orada nəticələri barədə yəqin ki, danışa bilərik. Mənə elə gəlir ki, 1937-ci ildə yaradılan Neftçinin, yəni rəsmi olaraq təbii ki, Neftçi başqa bir klubdur, amma onun kökü gəlib 1911-ci il məhz Balaxanı Futbolçular Dərnəyinə gəlib çıxır. O vaxtdan bəri gəlib çıxır. Əsl Azərbaycanlıların yığışdığı, toplaşdığı bir komanda kimi olur. Yəni, məndə olan məlumat budur, mən belə bilirəm. İlk turnirlərdən danışaq, yəni ilk turnirlər Azərbaycandakı ingilislər daxil olmaqla və hansı komandalar olub, maraqlıdır, hansı komandalar olub və onların turnirləri hansı formatda keçirilib? 1911-ci ildən Bakı çempionatı başlayıb. İlk qalibi də Britaniya klubu olur. Britaniyalıların klubu da, yəni ki, adından da məlum olduğu kimi ingilislər oynayıb əsasən. Sonra 1914-cü ildə Bakı Futbol Liqası yaradılıb. Təsəvvür edin, 1914-15-ci illərdə 17 dənə komanda var idi Bakıda. Bunlar öz çempionatlarını keçirdilər.
komandaların adları biraz bizə yad adlar olub da, yəni Sportsman, sonra Stella, yəni Yəni Britaniya ki, klubu. Rus və İngilis olduqlarına görə, Bəli, təsiri çox olduğuna bəli. görə klublar adları elə olub da. Misal üçün bir klub olub, adı Askold. Niyə görə? Onu bir dənizçi yaradıb o klubu. Vaxtı ilə o Askold adında gəmidə işləyib, o gəminin də adını qoyub kluba. Və hətta o klubun oyunçuları, yəni oynayanda matros geyimində oynayırdılar. Yəni bu belə bir fakt da var. Bəs Azərbaycanlılar olan komandalar Balaxanıdan Bax, başqa. Azərbaycanlıların komandası mən sizə deyim də sırf milli komanda kimi 20-ci illərdə Sabunçu rayonunda komanda olub. Yəni orada sırf Azərbaycanlılar olub. Yəni ən məşhur oyunçusu da Məcid Cəfərov, qapıçı. Hansı ki Neftçidə də oynayıb sonralar. Və sonra amma müharibədə həlak olub. 2-ci Dünya müharibəsində. Futbolu harda oynayırdılar? Bu futbolu, yəni dediyim Meydança kimi, olaraq, məkan dediyim olaraq. kimi Bakıda çox boş yerlər var idi. Misal üçün deyim də sizə, xalq arasında Semaşka kimi tanınan xəstəxananın yanında bir meydança var idi. Sonra indiki Səməd Vurğun bağında, sonra onun yanında, sonra Sahil bağında, sonra indi Bakıxanovda stadion var, Neftçinin stadionu. Bax orada meydança olub, bax orada oynayırdılar. O dövrdə ümumiyyətlə meydançalar olub torpaq meydança. Təbii. Mən sizə deyim ki, Azərbaycanda ümumiyyətlə Bakıda ilk ot meydança bu Respublika stadionunda olub. 51-ci ildə ki təhvil verilib var. İlk olaraq orada ot meydança olub. Ondan əvvəl Neftçi də elə torpaq meydançada oynayıb. Belə bir məlumat var idi ki, ingilislər futbolu, düzdür, belə bir məlumat bilmirəm, indi qeyd elədiyiniz kimi Azərbaycanlıların oynadığı bəlkə də ot olub da, qumda oynayıblar, amma bir məlumat var ki, onda elə Bakının özündə də daha çox tenis oynayırdılar. Tenisi otun üzərində oynayırlar, ot tenisi. Bir var, yəni bu kortlar öz yerində, amma o vaxtda da lawn tenisdə, yəni ot tenisi deyə bir oyun oynayırdılar. Sonradan həmən o tenis belə deyək, dəbdən düşdüyünə görə, ingilislərin və yaxud da ki, rusların oyunlarında da belə maraqda da artıq itdiyinə görə həmən meydançaları ota çevirməyə başlayıblar. Yəni otda da məsəl yer var. Həm də bir şey də var ki, orada biz futbol deyəndə indiki futbol gözümüzün önünə gəlir. Yəni 90-60-a meydança, yəni oradakı qaydalar, o vaxtın futbolu özü də biz ki, elə 19-cu əsrin sonlarındakı qaydalar bir qədər fərqli idi. Orada ofsayd qaydaları da fərqli idi. Orada oyunlar da, oyunçu sayı da başqa, sonra qaydalar gedişatla düzəldilibdi. Yəni bu müasir futbol, hazırda oynadığımız futbol gəlib çıxmağına qədər, hətta mən deyərdim ki, son 100 ildə bu futbola oxşar bir futbol olmağa başlayıb. Ona qədər meydançalar da balaca olub. Yəni oyun qaydaları da demək olar ki, fərqli olubdu. Ona da kiçik meydançalarda, yəni hətta tenis kortunun, yəni bu ölçüsünü nəzərdə tutaq, o meydançalarda belə futbol oynamaq olurdu da. Yəni ona görə o məsələ də var ki, ola bilər özləri oynayıblar, bizi çağırmayıblar, Rusu, İngilisi və digərləri çağırmayıblar. Bu meydanla bağlı bir söz də deyim. Məsəl üçün 20-ci illərdə Bakıya gələn Moskva Dinamosu burada oyunlar keçirib. Və hətta ora qayıdandan sonra, Moskva qayıdandan sonra o iştirakçılardan biri deyirdi ki, meydança o qədər külək var idi, meydanda o qədər toz duman var idi ki, yəni biz çox əziyyət çəkdik də oyun vaxtı. Yəni həm rəqibimiz də güclü idi və o toz duman da, yəni ki, o Bakının küləyi və meydanın toz dumanı haqqında, yəni bu belə bir açıqlama vermişlər hətta o vaxt 20-ci illərdə. Bakıdan sonra futbol hara yayılmağa başlayıbdı? Bax sizə deyim də ilk olaraq 1928-ci ildə Azərbaycan çempionatı keçirilib. Onun iştirakçıları arasında Bakı komandaları olub. Bakıdan da əlavə Gəncə, o vaxt Kirabat, Gəncə, Xankəndi, Quba, Şəki və Zaqatala komandaları iştirak edib. Düzdür, Bakının Həmkarlar İttifaqı komandası qalib gəlib, amma yəni iştirakçı əyalət komandaları da iştirak edib. Sonra növbəti çempionat 34-cü ildə, daha sonra 35-ci ildən də başlayaraq mütəmadi Azərbaycan çempionatı keçirilib.
Əsasən o vaxt Bakı komandaları qalib olublar. İlk olaraq 61-ci ildə Qubanın komandası Azərbaycan çempionu olub. Yəni qeyri-Bakı komandası Amma- birinci klubu olub. Bəli. Azərbaycan çempionatı indiki dillə desək, o vaxt elə bil ki, biraz həvəskarlar liqası, bir də SSR çempionatı var idi. Orada deyək ki, peşəkarlar oynayır da, belə deyək. İndiki dillə desək. Əyalət komandalarından ümumiyyətlə ilk böyük uğur, amma Azərbaycan kubokunda olub. 1957-ci ildə Tovuz komandası kuboku qazanıb. Ondan 2 il sonra da Quba komandası. Amma Deməli Tovuz komandası olub da. Azərbaycan kubokunu 57-ci ildə. Amma Azərbaycan çempionatını 61-ci ildə Quba komandası. Belə bir faktor var. Amma ondan əvvəl Bakı komandaları, ümumiyyətlə Bakı komandaları daha çox olublar. Azərbaycanlıların bu oyuna daha maraqlı olmağa, daha diqqətli, daha çox belə deyək də maraq yetirdiyi vaxt nə vaxtdan başlayıb? Yəni neçənci illərdən bizim ölkədə, Azərbaycanda futbola da artıq əvvəlkinə baxanda daha çox diqqət yetirməyə başlayırdı. Mən sizə deyim də, belə deyək də, Mirzəfər Bağırovdan əvvəl, yəni Azərbaycanın belə deyək, birinci adamı kim olub? Əsasən qeyri-millətlər olub da. Mirzəfər Bağırovdan başlayıb. Onun gəlişindən sonra yəni biraz belə deyək də, o kadr arxası deyək də, o tapşırıq verir ki, Azərbaycanlılar da biraz oynasın bu komandada. 1936-cı ildə Azərbaycanı ilk olaraq SSR-nin çempionatında təmsil edən TEM komandası. Orada belə deyək, qeyri-millətlər daha çox idi. Bir Azərbaycanlı həmin TEP 38-ci ildə Güclər dəstəsində oynayıb. Orada bir ilk tək Azərbaycanlı Mir Mehdi Ağayev idi. O da o Neftçidə oynamır. Yox, Neftçidə oynamayıb o. O elə tempdə oynayıb. Müharibə başlayanda da gedib müharibəyə orada həlak olub. Təkcə o idi. O birlər digər millətlər idi. Və Neftçinin yaradılmasında da elə ilk məqsədlərdən biri odur ki, o biraz milli komanda kimi olsun. Düzdür, orada da ilk başlayanda Azərbaycanlılar az idi. Məmmədəli İsmailov, elə Məcid Cəfərov, yəni 2-3 nəfər belə Azərbaycanlı var idi. O məqsəd olub ki, biraz Azərbaycanlıların da bu oyuna marağı artsın və cəlb olunsun. Yəni yavaş-yavaş cəlb olunmağa başlayıb. Amma belə götürəndə daha çox Azərbaycanlılar Neftçidə 70-ci illərdən başlayıb. Onda da milli lider mərhum Heydər Əliyevin rolu ola bilər. Bəli. Onun da xüsusi tapşırığı ilə ki, biraz yerli kadrlar belə deyək ki, daha çox olsun. Mən sizə bir də maraqlı bir faktı deyim. Məsələn, sizə maraqlıdır, ilk dəfə Neftçidə nə vaxt bütün 11 oyunçunun da 11 Azərbaycanlı soyadı olub. Maraqlıdır. Desəm bəlkə də inanmazsınız ki, o neçənci ildə olub. 1982-ci ildə. Yəni o vaxta kimi, yəni bir nəfər də olsa, yəni da belə deyək də, qeyri-millətlərdən olur. Yəni onlara da qeyri-millət biraz demək, məsələn Banişevski biz necə deyə bilərik ki, çünki ona qalsa biz dərinə geçsək, Messi də İtalyandır. Yəni ki, dədə-babası da, onlar da sonradan Argentina köçüblər. Banişevski də yəni Bakıda anadan olub, buran çörəklə böyüyüb. Bakılıdır yəni. Yəni ona da biz başqa cür deyə bilmirik. Amma sırf deyək ki də Azərbaycan soyadı 1982-ci ildə SSR kubokunda Pamirlə oyunda, yəni 11 nəfərin 11-i də Azərbaycanlı soyadı. Yəni təsəvvür edin. Heydər Əliyevi də bir əməyində qeyd eləyək. Yəni onun dövründə 68-ci ilə qədər səhv eləmirəmsə, Neftçinin adı Neftyanik olubdu. Mən o məsələni də deyim sizə. Neftyanik necə olub? Neftyanik o Rus mətbuatında Neftyanik olub. Bütün Azərbaycan mətbuatı Neftçi çağırıb. Yəni Neftçi yazılıb komandanın adı. Yəni o Neftyanik söhbəti, yəni odur ki, yəni 68-ci ildən deyək ki də Rus mətbuatına da deyilib ki, komanda Neftçi yazılsın. Mən bilmədiyimə bunda Heydər Əliyevin rolu olub və o deyibdi ki, yəni Neftyanik deyildi, artıq klubun adı Neftçidir. Yəni düzdür, onda bir il sonra hakimiyyətə gəldi, amma ən azından dövlət ölkədə vacib postlardan birini tuturdu və futbola öz ölkəsini sevən bir adam kimi, yəni öz
dilini sevən adam kimi bir təşəbbüs irəli sürmüşdü ki, bu komandanın adı Neftçidir. Yəni siz ona dəyişib sözü Neftiyanik eləyə bilməzsiniz və ondan sonra bu ad dəyişib başlayıbdı və onlardan Neftçi deyə səsləndirməyə Yəni onu demək istəyirəm ki, bu məqamın bəlkə də çoxu bilmir. Yəni bütün o Azərbaycan mediasında belə komandanın adı həmişə Neftçi gedib. Yəni Neftiyanik olmayıb 68-dən əvvəldə. Biraz geri qayıdaq, təmələ qayıdaq. Futbol turnirləri, hansı ki birinci çempionatlar keçirildi. Onlar necə keçirildi? Liqa mərhələsi formasında keçirilirdi, kubok kimi uduzan çıxır keçirildi. Bu barədə bir məlumat varmı və heyətində olan futbolçular, məsələn ingilis futbolçulardan burada oynayıb sonra gedib hansısa başqa, məsələn Azərbaycanda futbol oynayıb sonra gedib İngiltərədə, hansısa başqa bir yerdə olan futbolçular barədə bir məlumat varmı? Yəni burada liqamızda kimsə var ki, məsələn gedib buradan misal üçün deyirəm, Sunderlanddə oynayıb və yaxud da ki Rusiyanın Dinamosunda oynayıbdı. İlkin illəri nəzərdə tuturam. Yəni 20-ci sənə, 20-ci əsrdə. Başa düşdüm mən. Yəni o dövrdə deyək də lap 11-ci ildən götürsək, inqilab olub 17-ci ildə, yəni kiçik bir müddət olub da. Yəni o dövrün belə deyək oyunçuları mı, yəni qalmayıb da. Yəni ki onlar haqqında geniş məlumat, statistika deyək. Yəni onlar sonra hara gediblər, o karyeralarını davam elətdirməyiblər. Həm də burada bir növ peşəkar futbol oynamayıblar da, yəni həvəskar səviyyədə olub. Ona görə o barədə geniş bir məlumat yoxdur da, yəni onlar ölkələrinə köçəndən sonra futbol oynayıblar, oynamayıblar. Yəni o baxımdan. Həm də burada oynayanların çoxu neft sənayesi işçiləri olublar da, yəni ki əsas işləri burada neftdə çalışmaq olub, amma o bekar vaxtlarında əyləncə üçün futbol oynayıblar. Onu deyə bilərik. Əgər lap qayıtsaq geriyə, inqilabdan sonra da 2 il müddətində bizim Demokratik Respublika mövcud olub. Bəli, o da maraqlıdır ki, Demokratik Respublikada vaxtında futbolumuz olub. Mən o Demokratik Respublikanı araşdıran araşdırmaçılardan soruşmuşam. Ümumiyyətlə ki, o nəsə futbolla bağlı bir məlumat qabağınıza çıxıb. Belə bir məlumat deyirlər, yox, olmayıb. Amma mən deyim ki, sizə 1919-cu ildə 2 beynəlxalq oyun var. Bakı komandası Surami şəhərinin, Gürcüstan Surami şəhərinin komandası ilə qarşılaşıb. 6-2 hesabı ilə qalib gəlib. Bir də sonra Bakı yığması, Batumi yığması ilə qarşılaşıb, 5-0 hesabı ilə qalib gəlib. O dövrdə bilirsiniz, o futboldan çox başqa hadisələr olmuşdu da, yəni ki 1918-ci ildə o ermənilərlə soyqırım, sonra ümumiyyətlə bu siyasi vəziyyət çox gərgin idi. O baxımdan yəni futbola çox diqqət olmayıb, bu da normaldır. Amma sonra 20-ci ildə o deyək ki, dağılandan sonra Demokratik Respublika, bu Sovet hakimiyyəti qurulandan sonra sentyabrda elə 20-ci ildə yenidən təzədən klublar yığışıblar, təzədən ki, bəs Bakı Futbol Liqasının fəaliyyəti davam olsun və yenə başlayıblar yarışlar öz aralarında. Məsələn, 20-ci illərdə Bakının ən güclü komandası bizim dildə desək Tərəqqidə, amma indi o rus dilində gedib Progress o komanda olub. Əsasən də deyim sizə, futbol Sabunçu rayonunda güclü futbol olub, güclü komandalar. Dediyim o bizim o milli futbolçulardan təşkil olunmuş komandası da Sabunçu rayonunda yaradılıb. Bir dənə dəqiqləşdirmə eləyim. O ADR dövründə oynanan komanda Bakı yığması deyirsə, o komandanı Azərbaycan yığması kimi qəbul edə bilərik biz? Bəlkə də olar, çünki belə baxanda futbol əsasən Bakıda cəmləşmişdi və orada elə Azərbaycan ən güclü futbolçuları oynayır. Amma rəsmi olaraq deyək ki, gedirdi ki, Bakı yığması da. Yəni o dövrdə deyək ki, indiki anlamda yox idi, məsəl üçün deyək ki, ölkə yığması, nə bilim, biz o vaxt nə bilim dünya çempionatı keçiriləcək, seçmə oyunlar olacaq, Azərbaycan yığmasına ehtiyac var, yoxdur. Yəni Bakıdır şəhərin yığmasıdır, gedir görüşür. Yəni ki, başqa şəhərin yığmasına. Yəni belə bu formada idi də futbol. Yəni mən onu nə üçün deyirəm? Əgər biz tarixi qəbul eləyiriksə, tarixi barədə məsələn Azərbaycan yığma komandasının ilk maçı Gürcüstana qarşı olub. Bilinir də, yəni bu barədə məlumat var 92-ci ildə. Yəni biz ADR dövründə oynanılan həmən maçları
Batumiyə qarşı və yaxud da ki, Suramiyə qarşı olan maçları əgər biz milli komanda səviyyəsində götürə biliriksə, biz onu Bakı yığması yox, Bakı yığmasını elə Azərbaycan yığması kimi qəbul edə biliriksə, bəlkə də niyə də biz ilk maçımızı elə ADN dövrünə istinad eləməyək, o dövrə yazmayaq. Rəsmi olub Bakı yığması, ona görə biraz o mübahisəli məsələdir. Amma Azərbaycan yığması sonra olub 20-ci illərdə İran yığması gəlib Bakıya yoldaşlıq görüşləri keçirmək üçün. İlk beynəlxalq oyunlar o vaxt olub. Sonra Azərbaycan yığması gedib İrana, cavab səfərinə və orada qarşılaşıb İran komandasına. O Azərbaycan SSR olduğuna görə, bəli. yəni biz SSR-ni o formada Azərbaycan deyə qəbul eləmədiyimizə görə, prinsip etibarilə onu da qəbul eləmək olar. Niyə də Bəli. yox? Niyə biz bunu 92-ci ildən qəbul eləyək ki, əgər biz SSR dövründəki olan, məsələn, SSR dövründə bizim ən böyük futbol əsərimiz, şah əsərimiz Neftçidir. Yəni biz Neftçinin tarixini 37-ci ildə silə bilmərik ki, Neftçinin tarixini mütləq oradan götürürüksə, prinsip etibarilə biz həmən o 20-ci illərdə olan oyunlar hansı ki, məsələn, qeyd elədiyin kimi, yəni İranla və yaxud da ki, digər hansılarca maç keçirib, onu da biz elə ilk milli komanda maçı kimi də götürə bilərik. İndi bayraqdan fərq eləyir təbii ki, amma yəni biz ona istinad eləyə bilərik ki, məsələn, Azərbaycan yığması ilk maçını orada keçirib o adı. Tam mümkündür, eləmək olar. Misal üçün, 2 dəfə də SSR Spartakiyadası keçirilib. Orada, belə deyək də, əsas millilər oynayıb, belə desək. Yəni, Azərbaycan millisi, indi digər 15 respublika, 56-cı ildə məsəl üçün. Yəni, orada da milli komandalar oynayıb. Bax, onu da bəlkə də götürüb qeyd eləmək olar, milli komandanın yəni oyunlarının siyasında. Bunu qeyd eləmək üçün bizə nə mane olur? Yəni Prosedur qayda mane olurmu? yox, yəni əslində o bir ölkənin ki içində olub deyənə, o baxımdan yəni götürməmişik. Amma əslində bəlkə də bu federasiya təsdiqləsə millinin oyunları kimi onu yəni götürmək olar. Burada başqa bir məqam çıxır onda. Əgər biz yəqin ki bu məsələ var da. Biz əgər milli yığma komandanı həmin dövr üçün onu elə Azərbaycan yığmasını elə bizim indi hazırki Azərbaycan yığmasının əvvəl tarixi kimi qəbul etsək, onda biz həmin keçən Azərbaycan çempionatını da, Azərbaycan çempionatının çempionlarını da bizim ölkə çempionları sırasına qəbul eləməlidir. Amma orada artıq biraz düz olmayacaq o baxımdan ki, ölkənin respublikamızın ən güclü komandaları oynayırdı SSR çempionatında. Amma Azərbaycan çempionatında oynayırdı, belə deyək ki, onlardan sonra gələn komandalar. O baxımdan deyək ki, onda Neftçi Azərbaycan çempionu bir dəfə 1945-ci ildə olub. O digər illərdə olmayıb. Ona görə onda, amma ki, halbuki ölkəmiz, respublikamızın ən güclü komandası Neftçi idi. Amma o Azərbaycan çempionu olmayıb. Ona görə biraz düz gəlməyəcək, bu məqam da var. Biraz qarışıq məsələlər çoxdur o baxımdan. Onda o Azərbaycan millisi dedik, Azərbaycan yığma komandası deyək daha doğrusu. Həmən dediyimiz o turnirlərdə iştirak edən Azərbaycan yığma komandası üzvləri arasında Neftçinin oyunçuları idilər də əslində. Bəli, misal üçün 56-cı ildə Spartakiyada, bəli, Neftçi sonra iştirak edib də. 79-cu ildə də Spartakiyada da 2 dəfə olub ki, əsas millilər oynayıblar. Yəni deyək ki, Rusiyada Spartakın oyunçuları, Dinamo Moskvanın və digər Ukraynada Dinamo Kiyev və digər komandaların, Gürcüstanda Dinamo Tbilisi, Ermənistanda Ararat, Azərbaycanda da Neftçinin oyunçuları idi, bəli. Maraqlıdır. Elə onu prinsip etibarilə milli yığma komanda kimi də götürmək olar da. Bəlkə də yəni nəticəmiz yaxşı olsaydı ürəklə götürə bilərdik o baxımdan. Nəticə indi onsuz da indi də qəbul eləyək ki, Azərbaycan yığma komandasının indi də elə bir xüsusi bir nəticələri yoxdur. İndi inşallah bundan sonra daha yaxşı olar da ümid edirik, inanırıq buna. Amma yəni onu götürsək, onda gərək heç nəyə götürməyək. Məncə bu barədə düşünmək olar. Yəqin ki, verilişi izləyənlər, federasiyada izləyənlər, yəni ki, bu barədə düşünə bilərlər ki, artıq yığma komandanın nəyə görə deyirəm bunu, niyə görə qeyd eləmək istəyirəm? Bəli, biz Azərbaycanımızı sevirik və milli komanda deyəndə istinad edirik ki, 90 müstəqillik dövründə SSR-dən ayrıldığımız dövrü qəbul edirik. Amma niyə bizdə bizim yığma komandamız olubsa, məsələn, biz niyə ölkə futbol yığma komandamız tarixini cəmi 30 il eləyək? 1920-ci illərdə oynanırsa, 100 illik tariximiz var. Deməli, milli komandamızın 100 il tarixi vardı deyə bilərik. Sadəcə bunu artıq futbol ictimaiyyəti müzakirə eləməlidir. Yəni detalları müzakirə eləməlidir. Biz də elə müzakirə başlatmış olarıq. Bax, deyim sizə bir də misal üçün 60-cı illərdə də Pakistan yığması gəlib Bakıya. O da
onun qarşılaşdığı komandalardan biri də elə Azərbaycan yığması adlanıb. Yəni onu da məsəl üçün o barədə də yəni ki, baxmaq olar o məsələyə də ki, onu da Hətta belə bir şey olubsa, adında Azərbaycan sözü varsa, milli komanda, faktiki Azərbaycanda olan ən yaxşı futbolçuları yığıb oynayıblarsa, niyə də olmasın? Yəni bu barədə artıq müzakirələr başlamalıdır. 45-ci il dedi, onu soruşmaq istəyirəm. İkinci Dünya müharibəsi dövründə, daha doğrusu dedi, Böyük Vətən müharibəsi dövründə Azərbaycanda futbol necə olub? O nə vaxt oynanılıb? Yəni bu barədə bir məlumat varmı? Oynanılıb, dayanıb, dayanmayıb? Yox, təbii ki, müharibənin o başlaması ilə, şiddətlənməsi ilə təbii ki, oyunlar dayandırılıb. Bütün əsas oyunçular müharibəyə gediblər. Məşhur futbolçularımızdan da bəyan dediyimiz kimi Mir Mehdi Ağayevdir, sonra Məcid Cəfərov həlak olublar müharibədə də. Hətta almanlar bildiyiniz kimi də gəlib Stalinqrada kimi gəlib çıxmışdılar. Yəni Bakıya çox yaxın idi də. O baxımdan artıq futbol heç kimi düşündürmür də. Amma artıq biraz geriyə müharibə biraz geriyə çəkildikcə belə deyək. Artıq 44-cü ildən başlayaraq futbol oynamağa başlayıblar. Komandalar öz aralarında yarışlar keçirməyə. 45-ci ildə Azərbaycan çempionatı da keçirilib. Belə Neftçi olub qalib. Belə Azərbaycan SSR çempionatı da 45-ci ildən davam eləyib. 44-cü ildə isə hətta SSR kuboku da keçirilib. Bizim komanda da iştirak edib orada. 45-ci ildən başlayıb və 49-cu ildə Neftçi debüt edib yüksək liqada. Amma sizə bir söz deyim, 49-cu ildən əvvəl, 48-ci ildə hətta Neftçi debüt edib yüksək liqada bəzi respublikaların komandalarını birbaşa keçirmişlər yüksək liqaya. Amma 2-3 tur oynadıqdan sonra təzədən qaytarıblar onları aşağı liqaya. Səbəbi bilinir? Yəni müharibədən təzə çıxmışdı ölkə. Yəni bu komandaların ora-bura belə getmək biraz o maliyyə ilə bağlı deyirlər ki, o əsas səbəb olub. Amma 49-cu ildə təzədən o ideyaya qayıdıblar. Neftçi, bir sıra digər komandaları da əlavə ediblər yüksək liqaya. 49-cu ildə, 50-ci ildə Neftçi yüksək liqada oynayıb. Ucuz aviabilet hansı günə var? Sualını tez-tez verirsinizsə, aybilet.az-a daxil olub təqvim bölümünə keçid alın. Uçmaq istədiyiniz şəhəri daxil edin. Bu cədvəl sayəsində ən ucuz biletin hansı ayda və ayın neçəsi olduğunu öyrənə bilərsiniz. Əgər çətinlik çəksəz, saytın sağ tərəfindəki video təlimatdan faydalana və ya WhatsApp-dan dəstək ala bilərsiniz. aybilet.az. Səyahət bizimlə başlar. Neftçi demiş. Yəni Azərbaycan futbolu deyəndə, yəni xüsusilə tarix barədə danışanda Neftçinin üzərindən keçir. Yəni hər iki cümlədən biri, hər cümlədə mütləq şəkildə Neftçinin adı istifadə edilir. Neftçi haqqında danışırıq. Neftçi Azərbaycanın ən köklü klubudur. 37-ci ildə yaranıb. Neftçi 37-ci ildə yaranıb, yəni 18 martda yaranıb. Mən sizə şübhələrim var. Mən sizə bir faktı deyim ki, Neftçi İdman Cəmiyyətinin 1936-cı ilin iyununda yaradılmasına bağlı məlumat var. Yəni 37 yox, 36-cı il. Amma siz əgər nəzərdə tutursunuz ki, Neftçi daha əvvəl mövcud olmuş, deyək ki, Tərəqqidir, sonra Balaxanı Futbolçular Dərnəyidir, onların deyək də varisi kimi qəbul etmək, əslində o da olar. Yəni ümumiyyətlə mənə ən çox belə maraqlandırır, belə deyək də. Baxıram bizim indiki yaradılan klubların hamısının yaranma ili son illər, son 3 il, 5 il, 10 il deyək ki də o biraz yəni belə çıxır ki, Azərbaycan futbolu son 10 ildə yaradılıb, son 20 ildə yaradılıb, bəs bundan əvvəl. Yəni heç bir klub deyək ki, götürmür də əvvəlkinin varisi kimi özünü elan eləmir. Məsələn, Qarabağ kimi götürmürlər də. Qarabağ əslində doğru addım ataraq. Əslində Qarabağ məsələsi də müzakirəlidir. 87-ci il deyirlər də. Amma halbuki Qarabağ komandası daha əvvəl mövcud olub və Qarabağ Azərbaycan çempionatında, Azərbaycan SSR çempionatında nəticələr göstərib. Yəni o barədə danışa bilərik Qarabağla da bağlı. Yəni Neftçi ilə danışaq bitirək, sonra Qarabağa mütəkəssislik. Yəni o Balaxanı qoydum qırağa. Balaxanı öz yerində, ona o varisliyi qoyuram qırağa. Fakt odur, mən məhz 37-ci ildə yaranması və 18 mart tarixi ilə bağlı
Bu fakt yəqin ki, o hansısa bir sərəncamdan götürülübdür. Orada bir sənəd var idi. Orada qeyd olunubdu ki, bu 18-də təsis olunsun falan belə bir şey. Ya da ki, o SSR çempionatında iştirakı təmin olunsun. Ondan bu klub təmin olsun, amma gərək ki, klub ola ki, onun iştirakı təmin olsun. Onda belə çıxır ki, 37-dən qeyd edildiyiniz kimi 36-da da varmış. 36-cı ilin iyununda Neftçi İdman Cəmiyyəti yaradılır. Neftçilərin idman cəmiyyəti, neft sahəsində işləyən insanların idman cəmiyyəti kimi də. Necə ki, deyək ki də Rusiyanın deyək ki, Moskvadamı Spartak cəmiyyəti, Dinamo cəmiyyəti var idi. Yəni Bakıda da yaratdılar neftçilərin. Çünki əsas insanlarımız işləyirdi neft sahəsində. Ona görə Neftçilərin idman cəmiyyəti, Neftçi İdman Cəmiyyəti 1936-cı ildə iyunda. Yəni bu məsələ də var, amma Neftçi klubu götürüb yaranma ili 1937-ci il. Yəni bu məsələyə də diqqət yetirsələr yaxşı olar. Yəni səbəbi bilinirmi ki, niyə 37-ci ildən götürülür? Çünki Ümumİttifaq yarışlarında başlayıb çıxış edilməyə 37-ci ildən komanda formalaşıb deyək ki, 37-ci ildə, 36-cı ildə cəmiyyət yaradılıb, deyək ki, istəyiblər futbol komandası yaratsınlar. Yəni amma artıq iştirak təsdiqlənib 37-ci ildə. Yəni SSR-dən də məktub gəlib ki, yuxarı Moskvadan ki, bəs təsdiqlənir, Neftçi aşağı liqada mübarizəyə başlayır. Onlar artıq belə deyək də, indiki dillə desək, peşəkar komanda yaradılmasına təsdiqlənib və ona görə 37-ci il kimi qəbul edilir. Amma mən təklif eləyərdim ki, bu məsələni düşünsünlər klubda, yəni 36-cı il cəmiyyətin Neftçi onsuz da Neftçi İdman Cəmiyyətini təmsil edib də. Yəni ona görə yəni o ili götürmək olar 36-cı. Yəni bir ildə arxaya çəkmək olar. Bəli. Və o biraz əvvəl danışdığımız kimi o Balaxanı Futbolçular Dərnəyi də müxtəlif dövrlərdə həmən klub, yəni təbii ki, 11-ci ildə yaradılandan sonra, hətta 5-ci ildə yaranıbdır da, yəni daha əvvəldən yaradılmış bir komandadır. Fəaliyyətini dayandırandan sonra bir müddət fəaliyyətdə olub, sonra dayandırılıb, sonra təzədən yenidən bərpa. Yəni bir müəyyən mütəmadi, müəyyən dövrlərdən bir o klub yaranıb, dayanıb, bağlanıb, yəni müxtəlif dövrlərdə. Yəni mən bildiyim qədərilə 37-ci ilə 30-cu illərə qədər gəlib. Yəni Neftçi öz tarixi, Neftçi Azərbaycan futbolunun yəni tarixidir də, yəni ən qocamanıdır. Niyə də bu klubun tarixi Neftçi İdman Cəmiyyəti, Neftçilər Cəmiyyəti götürür, amma elə ölkə futbolu neftçilərdən başlayıb da, neftdən başlayıbsa bəlkə bunu daha əvvəli də çəkmək olar. 1905-ci ilə qədər də çəkmək olar. Məsələn, başqa dünya klubları haqqında danışanda 1905-də yaranıb, 1910-da. Nə mane olur ki, məsələn, Neftçi öz tarixini məsələn 1911-ci ildən götürsün? Bilirsiniz, mən sizə deyim də, yəni elə Sovet dövründə Neftçinin yaradıldığı il kimi 1937-ci il kimi götürülüb. Yəni ondan sonra da müstəqillik dövründə də elə qəbul eləyiblər, yəni o dərinə getməyiblər. Halbuki dərinə gedən olsaydı, təqdim eləyən olsaydı ki, yəni ki, klubdakı bəlkə bunu belə eləyək. Yəni məncə arxaya çəkmək olar da, o daha yaxşı. Təbii ki, sən tarixin daha genişdirsə, daha böyüdürsə, o daha samballı klub kimi sayılırsa, təbii ki. Məsəl üçün, Paris Saint-Germain Çempionlar Liqasını qazanıb, amma yaranma tarixi 70-ci illərin əvvəlinə gedib çıxır. Yəni o qədər Barcelona kimi, Real kimi daha samballı sayılmır da tarix baxımından. O baxımdan mən də sizinlə razıyam ki, Neftçini də daha əvvələ tarixi çəksələr, daha məntiqli olar və daha samballı olar. Deyək ki, lap 20-ci illərdə mövcud olmuş Tərəqqi, ondan əvvəl Balaxanı Futbolçular Dərnəyini götürsələr özlərinə ki, yəni ki, klubun tarixi kimi maraqlı olar. Qarabağı qeyd eləyək. Yəni Azərbaycan futbolunun son illərinin bir mənalı şəkildə lideri olan komandadır. Yəni uğurlarına söz yoxdur. Yaranma tarixi barədə müzakirələr çoxdur. Yəni Qarabağ hal-hazırda 87 yazır öz loqosunda, amma o məhsuldan başlayan 50-ci illərdən, 51-ci ildən deyil, amma mən bildiyim qədərilə lap dəqiqini geçsə 50-ci il sayılır əslində. Yəni o klubun bu Qarabağın düzdür, Avropada Qarabağ haqqında yazılar yazanda, təqdimat eləyəndə, yəni 50-ci il, 51-ci ildən olan məhsul haqqında danışırlar, oradan bəri danışırlar. Amma klubun loqosunda 87-ci ildir, yəni klub bunu 87-ci il kimi qəbul edir. Səbəbi nə ola bilər? Mən sizə deyim də,
Ağdamda futbolun da Qarabağın deyək ki, yaranması ili kimi o 50-ci ilin əvvəlində Ağdam şəhər stadionu istifadəyə verilib və o vaxtdan mütəmadi fəaliyyət göstərən komanda yaradılıb. Əvvəlcə olub Ağdam şəhərinin komandası belə gedib, sonra Məhsul, sonra bir müddət Qarabağ adlanıb, sonra o məsələn yəqin ki bilirsiniz, o Xankəndinin Qarabağ komandası var idi. Yəni ona orada ki ermənilər istəmirdilər 2 dənə Qarabağ komandası olsun, ona görə çalışıblar, yəni Ağdam komandasının adı dəyişsin. Sonra Şəfəq, Kooperator, təzə 1987-ci ildə Qarabağ. Yəni 87-ci ildəki o Qarabağ adı ilə təzədən komanda adını qaytarıb, ona görə klubun yaranması ili kimi 1987-ci il götürülür. Amma yəni Qarabağda bu söhbət həmişə var, yəni ki mütəmadi arada bir müzakirə olunur. Qarabağ klubu da söz verirlər ki, bu məsələni araşdıracaqlar və qaytaracaqlar geriyə. Məncə burada böyük bir problem yoxdur. Yəni o yaranma tarixini geri çəkmək olar. Özü də Qarabağ 1987-ci ildən əvvəl də uğurları var. Azdan çempionluq var. Yox, çempion olmayıb. 1969-da 2-ci yer tutub. 1981-ci ildə də 3-cü yer. Və 81-ci ildə komandanın baş məşqçisi kim olsa yaxşıdır? Allahverdi Bağırov. Yəni tarixi şəxsiyyət. Məhz ona görə məncə Qarabağ, yəni o tarixi geri çəkməlidir. Yəni o Allahverdi Bağırova görə milli qəhrəmanımız komandanın baş məşqçisi olub. Ondan əvvəl də komandanın futbolçusu olub. Qarabağda da oynayıb. Məsələn, niyə Neftçi komandası cəmi bir dəfə bürünc medal qazanıb? Yəni çempion ola bilərdi. Belə baxanda bizim də heyətimizdə olan yetərincə yaşlı futbolçular vardı və çempion olan komandalardan heç də geri qalmırdıq. Bəlkə də bu işin futbol tərəfi olmayacaq, amma sualı belə, yəni bizim qızıl qazanmaq, yəni SSR çempionu olmağımıza nə mane olurdu? Bəlkə meydandan kənar faktorlar bu məsələyə mane olurdu. Yəni çünki heyət olaraq, yəni qeyd edildiyimiz kimi Banişevskili heyətin niyə də ölkə çempionu olmasın? Yəni niyə də çempionu güclər də vardı, potensial var, şərait də pis deyildi. Yəni belə baxanda soyuq qış şəhəri deyildi. Yaşayış səviyyəsi də ola bilər təbii ki bir Moskva deyildi, bir Kiyev deyildi, amma ondan da geri də qalmırdı. Yəni Bakıda futbol oynamaq da, Bakıda şərait dəyişikliyi yerlərindən geridə qalmırdı. Həm də Respublika rəhbərliyinin də həmişə yəni istənilən dövrdə Neftçinin üzərində həmişə diqqət olub, həmişə onda maraq göstəriblər. Yəni ola bilərmi ki bizə mane olublar bizim komandamızın SSR çempion olmağına? Mən sizə deyim, lap əvvələ qaydaq, Neftçinin yüksək liqada debütü uğurlu olub 1949-cu ildə. İlk oyununda Hərbi Hava Qüvvələri komandasına 1-0 hesabı ilə qalib gəlib. Hətta 5 turdan sonra Neftçi birinci yerdə idi. Yəni belə uğurlu debüt edən komanda, amma sonralar onu necə deyirlər, o davamını gətirməyib. Təsəvvür edin ki, Neftçi yüksək liqada 27 mövsüm oynayıb, onun cəmi 7-sində ilk 10-luğa düşüb. Digər vaxtlarda, yəni ki, 10-luqdan kənarda. Daha çox da liqada qalmaq uğrunda mübarizə var. Hətta belə deyək də, Banişevskinin o güclü futbolçular oynadığı dövrdə belə uğursuzluğa düçar ola bilib Neftçi. Valla Neftçinin niyə çempion ola bilməməsi məsələsi biraz geniş mövzudur. Bir çox səbəbləri də var. Yəni ona bəlkə də tam konkret bir cavab da yoxdur. Amma belə deyək də, SSR çempionu kim olub? Hansı respublikalar? Əsasən Rusiya, Ukrayna. Məlum məsələdir ki, orada da Rusiyada Spartakdır, Dinamo Moskvadır, CSKA, Torpedo Moskva və s. Ukraynada da Dinamo Kiyev, Dnepr, Zarya, Lugansk. O iki respublikadan başqa kimlər olub? Bir dəfə Belarus, Dinamo Minsk 82-ci ildə və qonşularımız. Bəli. Bir dəfə Ararat, Ermənistan təmsilçisi və 2 dəfə də Gürcüstan təmsilçisi Dinamo Tbilisi. Ararat olub 73-cü ildə, o vaxt Neftçi ümumiyyətlə yüksək liqada deyildi. Dinamo Tbilisi də olub, bir dəfə 60-cı illərdə, bir dəfə 70-ci illərdə. Yəni biz deyək ki, Ukraynanı, Rusiyanı qoyduq kənara da, onlarla biz özümüzü müqayisə eləyə bilmərik də. Orada futbol güclü olub, həm şərait, həm potensial daha böyük olub. Deyək ki, Dinamo Tbilisi və Ararat. Niyə Neftçi Ararat, Dinamo Tbilisi kimi çempion olmuyor? Yəni biz, misal üçün, Ararat da, Dinamo Tbilisi də
öz respublikalarının belə deyək də milli komandaları idi. Araratda, Dinamo Tbilisi. Neftçi o olub belə deyək yığma komanda. Biz daha beynəlmiləl olmuşuq da. Bəli. Araratda heyətinə baxın, ancaq ermənilər idi. Amma düzdür. Oradakı var idi, Bandarenko var idi, Ukraynalı. Araratın heyətində ən çox oyun keçirmiş futbolçudur o. Ermənilərin hamısından çox o oynayıb. Düzdür, var idi. Kovalenko var idi. Yəni ki, deyək ki, qeyri-erməni. Amma heyətin əsası ermənilər idi. Dinamo Tbilisi də eyni. Yəni mən həmişə bu barədə fikirləşmişəm ki, ola bilməz ki, əgər bir coğrafiyada olan 3 ölkədən ikisi futbol oynaya bilir, üçüncüsü futbol oynayamır. Yəni bunun məntiqi bir şey yoxdur da. Bunu ancaq mane ola bilərlər hansısa formada, bir siyasi formada, kənardan müdaxilə ilə, yəni bir müsəlman komandası mı və yaxud da ki, bir qeyri-millət komandası kimi bilərəkdən bu formada müxtəlif maneələrlə komandanın uğruna bu təkcə futbolda deyil. Yəni idmanda da. Yəni idmanda da bizim strukturlarımızı həmişə qeyri-millətlərdən gətirib qoymaqla, bizim maliyyəmizi əvvəlki Ermənistanla bizə və yaxud da ki, Gürcüstanla bizə demək olar ki, eyni maliyyənin ayrılmasıdır. Mərkəzdən gələn maliyyənin ayrılması. Yəni bir çox faktorlar var ki, o göstərir ki, bizə qarşı ədalətsiz bir bölgü münasibət olubdur. Məsələn, Sovet vaxtı əgər birinci katib Azərbaycanlı idisə, ikinci katib də Rus olurdu. Amma Ermənistan və Gürcüstanda elə deyildi. Təbii ki, amma birinci bu məsələni deyək ki, mən vurğulamaq istəyərdim. Yəni Gürcüstanla Ermənistan elə bir ki, yığma komanda idi. Daha çox o ideya ətrafında birləşirdilər və nəticələr də bir dəfə birində, iki dəfə də birində oldu. Bizdə isə o dediyim məsələ daha çox yığma komandada, biri beynəlmiləl komanda idi. Amma sizə deyim, o beynəlmiləl komanda olsa da qıraqdan gələn oyunçular deyildilər. Elə ki, Azərbaycanda yetişmiş oyunçular idi. İkinci məsələdə, bəlkə də bu da önəmlidir, maliyyə məsələsi. Neftçidə şərait digərlərindən heç də yüksək olmayıb. Maaşlar deyək ki də, bəlkə də o birilərdən daha az olur, o biri komandalardan. Bu önəmli şeydir. Yəqin ki, o maliyyədən də çox şey asılı olub. Məsələ ondadır ki, futbolçular maliyyənin az olmasının da bir səbəbi var da. Maliyyə niyə az olub? Məsələn, niyə Ermənistan bizdən və yaxud da Gürcüstan bizdən nə ərazi olaraq, nə əhali olaraq, nə belə inkişaf şəraiti olaraq da xüsusi bir irəlidə olmayıblar. Biz daha böyük ölkə olmuşuq, daha çox resurslara malik olmuşuq, amma onlardan geri qalmışıq, maliyyəmiz olub. Mən dediyim kimi, bizə bəlkə də 2 ilin münasibət olubdur ona görə də. Misal üçün də belə bir müqayisə üçün deyim də, siz özünüz də nəticə çıxarın da. Bakıdakı stadionun tutumu, Gürcüstanda, Tbilisidəki stadionun tutumu və Razdan Ermənistandakı stadion. Doğrudur, mən bu ayda arıcıya yazmışdım. Necə olur ki, bir də Ermənistan balaca ölkədə 80 minlik Razdan stadion olur. Gürcüstan kimi balaca ölkədə Payçadzen stadionu 70 minlik, Azərbaycanda ən böyük stadion heç 30 min deyildi. Düz deyə, indi orada Sovet dövründə ayaq üstə durmaq olurdu. Bir 40 minə, 50 minə bəzi oyunlarda çatıb, amma 80-ci illərdə maksimum 37 min. Bu da məqsədli olubdur. Yəni biz bunu artıq məsələnin başqa tərəfidir. Tarixə baxdıq, müstəqillik dövrünə gələk. Çünki müstəqillik dövrü də, yəni bizim istinad nöqtəmiz olduğunu götürdüyümüz istinad nöqtəsi ilə müstəqillik dövrüdür. AFFA-nın yaranması və ilk milli matçımız, milli komandanın matçı, onu keçirilməli. Təbii ki, biz bilirik, heyətlərdən də məlumatımız var, amma o dövrə bir dənə də müraciət eləyək. İlk milli komandamızın, milli oyunumuzun keçirilməsi vaxtı, yeri və niyə Gürcüstan seçildi? Sonra da AFFA-nın yaradılması və onun UEFA-ya və FIFA-ya üzvlüyü məsələsinə qayıdaq. Burada Azərbaycan çempionatının, müstəqil Azərbaycan çempionatının başlamasını da qeyd eləmək olar. Bu Xocalı hadisəsindən sonra 1992-ci ildə müharibə qızışdı, ermənilərlə müharibə. Vəziyyət çox da siyasi vəziyyət, hərbi vəziyyət çox gərgin idi. O dövrdə təşəbbüsü Fuad Musayev ələ aldı və AFFA-nı yaratdı 1992-ci ilin martında. Məqsəd oldu milli çempionatı başlamaq, mayda başladı. Özdə 26 komandana, təsəvvür edin o çətin vəziyyətdə 26 komanda 13 bir qrupda, 13 bir qrupda oynadılar. Məlum olduğu kimi ilk çempionat Neftçinin qələbəsindən başa çatdı
Və Fuad Musayevin məqsədi o idi ki, ilk oyunda milli komandada oynasın. Bəzi Rusiyada oynayan Azərbaycanlı futbolçular Nazım Süleymanov, Vəli Qasımov milli komanda formasını geysinlər. Çünki belə söhbət var idi ki, Rusiya onları götürmə heyətinə salmaq. Öz heyətinə daxil eləmək istəyir ki, Rusiya heyətində oynasınlar. O səbəbdən tezləşdirdi. 92-ci ilin sentyabrında Gürcülərlə danışdı. Gürcüanidə. Bəli. Yəni balaca bir şəhərdir. Yəni ki, az tamaşaçıyla belə deyək də tez bazar nəsə oynayaq. Milli komanda Nazım Süleymanov düzü gəlmişdi, oynadı. Komandanın kapitanı idi, qol da vurdu. Səhv eləmirəmsə qolların ikisini Nazım Süleymanov, birini Vidadə Rzayev. 6-3 məğlub oldu milli komandamız. Amma ilk oyundu da. Amma Vəli Qasımov gəlməmişdi. O vaxt Vəli Qasımov Dinamo Moskvada oynayırdı. Bəli, bombardiri idi. Sezon sonunda da Rusiya çempionatının bombardiri oldu. Sonra da bilirsiniz ki, İspaniyaya getdi, Real Betis və s. Amma FIFA-ya qəbul olmaq 1992-ci ildə alınmadı. Düzü Ermənistan, Gürcüstan, Ukrayna bunlar qəbul olundular. Azərbaycan qəbul olması, Azərbaycan da Moldovadır, Qazaxıstandır. Bunlar oldu 1994-cü ildə. Amma sizə bir şey deyim, 92-ci ildə qəbul olan Ermənistanda, Gürcüstanda 94-cü ilin dünya çempionatının seçmə oyunlarında iştirak eləmədilər. Qəbul olunsalar da 92-ci ildə onların milli komanda. Onlar da bizi kimi ilk başladılar beynəlxalq debütləri, rəsmi beynəlxalq debütləri 96-cı il Avropa çempionatının seçmə mərhələsi 94-cü ildən. Bax belə olub. Yəni Fuad Musayev o vaxt çox çalışırdı, amma əslində 92-ci ildə Azərbaycanda qəbul olunsun. Nəsə müharibəyə görə, o şəraitə görə FIFA 94-cü ilə saxladı. Azərbaycan 92-ci ildə həmən o FIFA-ya qəbul olsaydı, onda belə çıxır ki, əgər ermənilər olmayıblarsa, ermənilərdə o şans olmayıbsa, onda biz də 94-cü dünya çempionatının seçmə mərhələsində iştirak eləyə Eləyə bilməyəcəkdi. Bu sadəcə olaraq bu belə deyək də rəsmi rəqəm kimi, belə tarix kimi ki, onlar bizdən qabaq olublar 92-ci ildə, biz 94. Bu baxımdan bizi qabaqlayıblar, amma ki, yəni onların başqa bir üstünlüyü olmayıb. Yəni daha çox yarış keçirsinlər, ya elə bir şey olmayıb. Azərbaycan çempionatlarının tarixini bilirik. Yəni Azərbaycan çempionatında qeyd etdiyiniz kimi birinci çempionatımızda 26 komanda iştirak edir. Biz indi hələ 12 komandalara qaytara bilirik. Daha çox o vaxtı çempionatda daha çox həvəskar komandalar kimi çıxış edirdilər də. Yəni orada düzdür komandalar var idi, say olaraq çox idi. 26 komanda idi, amma onların çoxu bəzi yarışı yarımçıq saxlayan da vardı. Onun gedişatında da 93, 94, 95 ondan sonraki illərdə də fəaliyyətlərini dayandırdılar. Həvəskarla başlamış bir çempionatımız var idi. Həvəskar səviyyədən bir üst pilləsində başlamış. Yox, mən amma tam elə deməzdim, düzdür, o şərait həvəskar vəziyyətdə idi. Amma bilirsiniz, məsələ nə idi? O komandaların əksəriyyəti başlamışdı 90-91-ci ildə SSR-nin ikinci liqasında. Çünki o vaxt 90-91-ci ildə SSR-nin Azərbaycan bir qrupu var idi. 9-cu Azərbaycan zonası. Yox, 9-cu zonadan sonra. 90-91-ci ildə Azərbaycan zonası və Ermənistan. Onları ayırdılar. Ona görə bizə də bir zona verdilər, onlara da. Və bizim komandalar, yəni öz aralarında bir növ Azərbaycan çempionatı kimi öz aralarında oynayırdılar. Ona görə bu 92-ci ildəki komandaların əsası belə deyək də 90-91-də onlar böyük təcrübə keçmişdilər. Sadəcə olaraq bu maliyyə problemi, şəraitsizlik, hərbi vəziyyət, siyasi vəziyyət ki, o qarışıq idi. Ona görə o dövrdən belə deyək də sağ çox az komanda çıxdı. Turandı, Turan da arada itdi, təzədən qayıtdı, Qarabağdı, Neftçidir. Kəpəzdir. Kəpəz, yəni Kəpəz də birisi arada yenə o da getdi, qayıtdı. Yəni əsas bu komandalar. Arrat dedi, ermənilər dedi, bizim Neftçi Arrat qarşı durması, yəni bəlkə də regionun ən böyük futbol qarşılığı, region ərzində Cənubi Qafqaz deyək də, bu zonanın ən böyük qarşı durmalarından biri olubdur. Yəni bu maçlarda istər İrəvanda, istər buradakı oyunların ətrafında çoxlu söhbətlər gəzir, çoxlu müzakirələr var. Məsələn, orada azarkeşlərin məğlubiyyəti qəbul eləməməsi, onlarda da bizdə də
Yəni bu qarşıdurmalarla bağlı bir tarixi ilə bağlı bir deyə biləcəyiniz bir şey varmı maraqlı tərəflərində? Məsələn, nələr olubdu? Məsələn, 80-ci illərdə, 82-ci ildə deyəsən bir maçdan birindən sonra nəticədən narazı olan azarkeşlərimiz, yəni hansı obyektləri dağıdıblar, maşınları çevirmək falan. Bu belə bir şeylər olubdu. Təbii ki, o bir-birimizə qonşu olduğumuza görə Neftçinin Araratla, Dinamo Tbilisinin oyunları həmişə gərgin keçib. Araratla olub ki, Neftçi misal üçün 3-0 hesabı ilə qələbə də qazanıb. Olub bir dəfə misal üçün səfərdə də qələbə qazanıb, amma çox çətinlik çəkirdi də Neftçi. Onlar orada durdular, biz burada durduq. Ya da ki, heçsə də olurdu. Düzdür, 1984-cü ildə belə bir hadisə olub. Neftçi öz yerində uduzub 2-0. Sonra azarkeşlər stadionu yandırmaq, bazaya hücum eləmək. Hətta o oyundan sonra Səməd Qurbanov karyerasını bitirib ki, yəni görüb ki, yəni təzyiq. Karyerasını bitirib dedi, bir maraqlı məqamda qeyd edim. O dövrdə indi Cristiano Ronaldo yaşı 40-ı keçib, 41 olacaq, hələ də oynayır. O dövrdə futbolçular, elə Səməd Qurbanov olsun, İskəndər Cavadovu, maksimum 30-32 yaş. Yəni tez başa vururdular karyeralarına. Artıq qoca sayılırdılar. Halbuki indi 30 yaş futbolda elə, nə bilim. Onun müxtəlif səbəbləri var. Onun əsas səbəbi də tibbin inkişaf eləməsidir. Yox, təbii ki, o dövrdə şərait və tibbin inkişaf eləməsidir ki, insanların, futbolçuların yəni daha çox tonusda qalmağı, daha fiziki məsələn bir zədədən daha tez bərpa olmağı, məsələn bir zədə alırdı, məsələn o vaxtki tibblə, yəni o vaxtki dərmanlar və yaxud da əməliyyat formasının indiki arasında dağlar qədər fərq var. O vaxt aldığı zədəni bərpa eləmək, sağaltmaq 1 ay çəkirsə, indi onu 1-2 günə də eləyə bilirlər. Yəni o məsələlər də var. Yəni il davam eləyir bu barədə. Bu Araratla bağlı bir məsələni də qeyd eləyək ki, Neftçinin elə kapitanı 60-cı illərdə erməni əsilli Bakılı Markarov olub. Onun atası da Bakıdan anadan olub. Yəni özü təsəvvür edin ki, o adama 23 yaşında Neftçinin kapitanı sarğısı həvalə olunub. Yəni siz Araratda belə bir şey mümkündür? Mümkün deyildi. Yəni nəinki kapitan, heç heyətə düşmək. Yəni Sovet dövründə deyək ki, Yerevanda azı bir 100 min Azərbaycanlı, Ermənistanda 100 min Azərbaycanlı yaşayıb da. Onların heç biri bir Ararata yaxın ümumiyyətlə düşməyib. Yəni qeyri-mümkün idi. Və ümumiyyətlə o soyadını dəyişməsəydi, bir yan eləməsəydi, o Azərbaycanlı heç vaxt Qarabağa düşə bilməzdi. Ararata düşə bilməzdi. Halbuki Markarovu biz kapitan sarğısı 23 yaşında. Halbuki ondan Neftçidə həmin heyətdə deyək ki 65-ci ildə Yuri Kuznetsov karyerasını bitirəndən sonra həvalə olundu Eduard Markarova. Halbuki heyətdə ondan da yaxşı futbolçular var idi. Ondan əvvəl də Neftçidə oynayan futbolçular var idi. Amma bizimkilər yenə beynəlmiləl o niyyətlərini göstərib məhz Eduard Markarova. O da sonra 70-ci ilin sonunda Neftçini qoydu, qaçdı Ararata, amma bəxti gətirdi orada, Araratla çempion da oldu, Avrokuboklara da çıxdı. Mən sizə deyim, 1975-ci ildə Araratın heyətin yarısı Bakı ermənisi idi. Azərbaycandan getmiş ermənilər idi, heyətin yarısı. Maraqlıdır, yəni onlar orada oynaya bilirlər, bizdə alınmamasının bir səbəbi ola bilməz də. Yəni mən onu demək istəyirəm ki, biz Azərbaycanlılar futbol oynaya bilmirik deyə bir şey var, bir stereotip var ki, Azərbaycanlılar futbol oynaya bilmirlər. Çox yanlış bir stereotipdir. Yəni Bakının torpağında biz beynəlmiləl bu torpaqda fərqi nədir hansı millətdən yetişir? Yəni bu torpaqdan yetişən adamlar gedib başqa yerlərdə uğur qazana bilirlərsə, biz niyə uğur qazana bilmək? Bəli, ola bilər ki, mentallıq bir çox səbəblər gətirə bilər, amma mən heç vaxt bu faktı qəbul edəmərəm ki, biz futbol oynaya bilmirik. Biz futbolu oynaya bilirik, digərlərində geridə qalmırıq. Sadəcə müxtəlif səbəblər, maneələr, məqamlar bu çempionluqlara mane olubdur. Bitirərək qeyd edeyim ki, onda biz belə qəbul edə bilərik ki, məsələn, indi 2025-ci ildir. Azərbaycanda futbolun 150-yə yaxın yaşı olduğunu qəbul edə bilərikmi? Məsələn, 19-cu əsrin sonunda geri qayıtsaq,
19-cu əsrin sonlarında, məsəl üçün 1880-ci illərdə Azərbaycanda futbol oynandığını qəbul edə bilən belə bir fakt varmı? O biraz çətin məsələdir. Çünki Rusiya özü elə 1897-ci ili götürürdü vaxtı ikən. Biz ondan tez olmayıb da bizdə. Rusiya deyək ki, Britaniya daha yaxında, orada futbol daha tez olub. Bizdə daha sonra. O baxımdan, yəni hələ ki 11-ci il götürülür. O məsələnin də kimdən qaynaqlanır? Mən sizə deyim. Erməni Parsadanov. Bəli. Yəni ilk deyək ki də futbolu araşdıran, Azərbaycan futbolunu araşdıran, yəni o olub, erməni olub, təsəvvür. O da özünə məxsus araşdırıb da. Bəli, yəni ola bilsin müəyyən faktları gizlədib, müəyyən faktları, yəni ermənilərlə bağlı müəyyən faktlar amma şişirdi, belə deyək. O araşdırıb. Bəlkə Azərbaycan futbolunun daha dərindən araşdırmağa ehtiyacı var və araşdırsaq bəlkə də daha maraqlı faktlar, daha tarixi faktlar üzə çıxa bilər və bu tarixlə bağlı daha dəqiq bir məsələ ola bilər. Mən niyə araşdırılmayıb, mənə çox maraqlıdır. Yəni buna bir vaxt sərf edən insanlar olmalıdır. Yəni çünki bu bizim futbolumuzun tarixidir. Əgər biz bu gün Qarabağımızla öyünürüksə, Neftimizlə öyünürüksə, eyni zamanda futboldan kənarda elə döyüş meydanlarında qələbələrlə öyünürüksə, tariximizlə də öyünməliyik. Yəni bizim tariximizdə idmandan kənarda tariximizdə böyük uğurlarımız olub, böyük tarixə malik bir dövlətçiliyimiz var. Səhvlərə qədər, ondan əvvələ qədər. Niyə də futbol tariximiz belə qısa olsun? Əgər bizim ölkəmizdə 19-cu əsr sonlarında futbol oynanılıbsa, fərqi yoxdur, qərbində, şimalında və ya da oynanılıbsa, biz onu da ortaya çıxardıb, bu barədə danışıb, bunu artıq rəsmiləşdirə bilərik. Çünki yəni 1890-da Rusiyada varsa, niyə də bizdə? Bu elə bir fakt ola bilməz ki, Rusiyada varsa, biz onlardan gec olub. Məsələn, İngilislər nefti dalınca Moskvadan tez də gələ bilərdilər Azərbaycana. Gəlib burada da futbol oynaya bilərdilər. O futbol oynamaq, Azərbaycan futbolu sayılırmı? Onların oynadıkları turnirlər, oynadıkları yarış mı idi? Və yaxud ki, hansı bir liqa formatı var idi? Hansı bir kubok olub? Məsələn, elə 2 dənə komanda bir-birinə oturub oynayıblar. Bu futbol deyil də. Yəni, ən azından 4 komanda bir Britaniya kuboku, Azərbaycan-Britaniya kuboku deyə bir adından çıxış ediblərsə, onda onu araşdırmaya ehtiyac var. Mən düşünürəm ki, elə bizim bu müzakirəmizi bir başlanğıc kimi qəbul eləmək olar. Mənim elə məqsədim də ondan ibarət. İndi verilişə izləyən həmkarlarımız, futbol mütəxəssisləri bizim danışdığımız mövzulardan bağlı hər hansı bir əlavələri olarsa, hər hansı bir qeydləri olarsa, mütləq ki var. Mən xahiş edirəm ki, müraciət eləsinlər, biz bu məsələyə bir də qayıdaq. Yəni biz Azərbaycan futbolu barədə klassik danışırıq. Banişevski orada gol vurdu, 95-ci ildə falan oldu, az Neftçi getdi, qrupa düşdü. Bunlar olmalıdır. Bu gündür, yəni bu günün carisidir. Biz amma keçmişimizi də yaxşı araşdırmalıyıq. Daha da bu barədə buna bir neçə veriliş sərf eləməliyik ki, əsl Azərbaycan futbolunun tarixi ortaya çıxsın, bizim futbol oynadığımız, bizim futbol ənənəmizin olduğu ortaya çıxsın. Mən buna əminəm. Mən buna çox rahat əminəm ki, biz futbol oynamışıq. Bizim tariximiz cəmi 100 il yox, 125, 130, bəlkə də daha çox müddəti əhatə eləyir. Bu qədər. Bir əlavəniz yoxdursa, sağ olun. Təşəkkür edirəm gəldiyinizə görə, minnətdaram. Mən düşünürəm ki, qeyd elədiyim kimi bu bir başlanğıc olar. Növbəti verilişlərdə də bu mövzulara mütləq ki, qayıdacağıq. Təşəkkür edirəm bir daha. Sizə sağ olun, uğurlar sizin verilişə. Sağ olun. Çox sağ olun. Belə, bu verilişimiz də başa çatdı. Növbəti 11 adamlarda görüşənə qədər.